gelmişsən ay qızım. Qədəmlərin mübarək olsun. Xoş gəlmişsən evvə, eşivə. Sağ ol anacığım. Necəsən? Sağ ol anacığım. Hə, qızım. Dəli. Nə yiyəcəksən pişirim sənin üçün? Narahat olma anacığım. Bugündən etibarən yemeği özüm pişirəcəm. Sən heç əziyyət çəkmə. Sağ ol, sağ ol. Qızım, Bəli. işdi gördün, darıxırsan, götür o telefonu, mamama zəng elə, bir qiybətləşin. Yo, nə danışırsınız? Sizin yanınıza darıxmaq olar, anacığım. Oxa. İzin istəyirsən. Boy, ay qızım, bu nədir? Bu mənim cezliyimdir. Yığışdır qızım, yığışdır. Ayıfdır, həm də hayıfdır. Yığışdır. Niyə ana, Az xoşunuza mən gəlmədi? gətirənlər hələ deyil, o vaxtdan qalıb korobkalarda heç işlətməmiş. Yo, hayıf niyə olur? Qırılır, sınır, canımız sağ olsun anacığım. Təki qəlblər sılınmasın. Sağ ol. İstəyirsiniz biri mən sındırım. Yox, yox, eləmə. Sən ki, indidən belə başladın, Allah ruzunu tökər sənin başından. Hə. Bircə şey yadında saxla ki, sən mana qarşı, öz qaynana qarşı nətər olsan, vaxt gələcək, sənin də gəlini sağa qarşı elə olacaq. Anacan, üzr istəyirəm. Yəqin Buyur. ki, siz də yaxşı gəlin olmuşsunuz ki, sizin də qarşınıza mənim kimi yaxşı gəlin çıxır. Hə, düzdür ay qızım, düzdür. Kaş axıra qədər belə olsun. İnşallah. Yaxşı. Hamamı qızdırmışam. Çox sağ ol ay Kimə qızım, bilərsiz? çox sağ ol, çox sağ ol. Sağ ol anacan. Bu hələ toyun səhəri günü idi. Görürsünüz də necə mehriban, səmimi, qaynana gəlin dialoqu. Tək axıra kimi belə olsun. Deyirlər ki, qaynana ikinci anadır. Zalda əyləşən gəlinlərə müraciət edirəm. Qaynanasını həqiqətən ana hesab edən gəlinlər alqışlasın görək, belədirmi? İndi isə elə qaynanadır deyən gəlinlər alqışlasınlar. Həqiqət artıq yavaş-yavaş bəlli olur. Qeyd edeyim ki, bu şəhərdənin peşəkar çəkiliş qrupu qaynanasını elə qaynana deyən xanımları, alqışlayan xanımları iri planda çəkdilər. İnşallah diskdə sizin qaynanalar böyük məmnuniyyətlə baxacaqlar. Hə, davam edirik. Aylar ötür. Görəsən, növbəti aylarda, toyun bir illiyində qaynana gəlin münasibətləri səmimi, isti olacaqmı? Bunu özünüz görəcəksiniz. Toydan bir il sonra. Hə ay qızım, hə. Az sağa qurban olaram. Az yox, yox. Az nə mırtdır o qaynanan orada gənə? Nə? Deyən görüm. Nədir, nə soxursan gözümüzə? Gözümə niyə soxuram ki? Hə, nə deyir qaynanan? Niyə sizə gəlmişdim? Azlab yaxşı eləmişdim, əlimin içindən gəlib. Bundan sonra hər gün gələcəm, o ürəyi partlayıb ölsün. Kimi boşurlar ha səni? Az, 3 qarın doğumsan, özün də orada propiskadasan. Kimdən səni boşuyar? Yaxşı qurban olum, yaxşı, oldu. Sağ ol. Sən nə qarsan az? Heç. Neydi ki az? Az nədir az? Az nədir az? Ben mama deyirdin, xala deyirdin, nə oldu, qudurdun? Az. Sən də analıq, xalalıq bir şey qoymadın da arada qalsın. Səsin kəsəz. Nə biçimsən yeməyə, gəl boğmalanaq. Gün orada pişirmişdim, yeydi qutardı. Kim yedi az? Qonaqlarımız gəlmişdi, hörmətli qonaqlarımız. Yedilər, getdilər nuşcanlı. Yaxşı yadıma düşdü, nə yaxşı sallaşmıyorsan bugün telefondan, ananla mənim sümüklərimi yumamsan, hay? Az demirəm, gün orta gəlmişdilər. Az ebra bax ha, bir də mən öydə olmayanda sənin o ifriti ananın ayağım sümüyə dəyməsin. Eşitdin? Neyini bas mənim anam sənə? Ha? Nə qaracaq ki? Neyini bas mənim anam sənə? Gəlir, Hə. sənin beynini doldurur, evimizə qırğın salır, çıxır gedir, səndən minirsən mənim boynuma. Mənim... Az. Mənim anam sənin tayın deyil, O sənsin, bütün günü telefonda sallanırsan, qızıma öyrənirsən, qeybət edirsən, onun bunun sümüklərini sayırsınız. Ölmürsünüz, o dünyada da cavab verəcəksiniz. Az! Mən hələ sənin kimi hayasızın görməmişim.
Günah səndə Görmür. deyil ki. Günah mənim oğlum Kəlpeysərdədir. Hə. Hardan səni gətirib daladı bizə? Səni bizə calayanın başına daş düşsün. Adı qara daşlara yazılsın. Görüm onun öyü yıxılsın. Az. Məni üzvə qaytarma ya. Aradan pərdəni götürmə ya. Kəsəz, qaydıqla qayrasan. Xoşuna gəlmir, rədd ol. Veşlərini dədənin xarabasına cəhənnəm ol. Buna bax, didinə fasonuna bax. Az hə, yaxşı, güya spazman tutdu, hə. Onların hamısından keçmişik, bilirik. Az bəs yedin, tıxadın, heyvan boyda olmusan. Dur, mənim o paltarlarımı əynimə geyinməyə şey tapmıram. Nədir o yediyin, qoyun ətidir? Hə, qoyun Az mənə da saxladan, mənim də nəfsim çəkir ondan. Olmaz sənə. Niyə? Şəkərim var. Ölüb eləyərsən qalasın əlimdə. Ölsün belə sənin anan. Sənin o eşşəyə oxşayan anan ölsün. Mən niyə ölürəm ki? Az. Çox vaxtı ver, qol atma ha. Az, belə sənin ana. Az, belə sənin gülüb qızın ölsün. Sənin o ifritəyə oxşayan qızın ölsün. O 4 dəfə ələ gedən qızın var ha. Bir dənə kişidə farağatlayanmayan qızın var ha. Görüm o ölsün, sən də ona baş daş olasın. Ağzından çıxsın, ətəyinə düşsün. Az, səni görüm öləsən, mənim canım səndən qutarsın. Az, bəsdir. Az, Zat səni saçlayacam Kimi ha. saçlayarsın? Səni... Sopak qızı. Hələ bir il keçib ha. Birinci atakada gəlindən başladı, gördünüz də. Artıq soyuq müharibə peşəkar əlbəyaxa döyüşə çevrilib. İndi mənə bir maraqlı məqam var, onu öyrənəcəm. Diqqətli olun. Öz qaynatasına papa deyən kürəkənlər alqışlasın. Öz qaynatasına papa deyən kürəkənlər alqışladı. Sizin qaynatanız harda çalışır? Hə, çox gözəl. Alqışlamağa dəyər. İllər ötür, əziz dostlar. Amma bu müharibə hələ bitmir. Gəlin qaynana münasibətləri artıq pik həddə çatıb. Hərarət gərginləşib. İllərsə qaynananın səhhətində öz sözünü deyir. Görəsən qaynana gəlin bir-birinə hansı sözləri deyəcək. Növbəti illərdə görəcəksiniz. Onu da qeyd edim ki, arada heç bir hörmət, izzət qalmayıb. Hərdən deyə bilərsiniz ki, nəyə görə məhz belə münasibəti göstərirsiniz? Mən sizə deyirəm ki, pisi görməsələr, yaxşının qədri bilinməz. Gəlin, yaxşı gəlinlərə və yaxşı qaynanalara bir gürültülü alqış səsləndirək, çox xahiş edirəm. Amma onların bu münasibətinə necə alqış olacaq, onu irəliləyən dəqiqələrdə görəcəyik. Beləliklə, toydan 15 il sonra. Hə, mama. Yaxşıyam, belə də. Gülümü keçirdirəm bitər. Sən necəsən? Hə, özünə fikir ver. Nə hürür orada sənin o ifritəyə oxşayan gəldin? Hə? Ona dinən ki, qardaşıma qız qəhət deyil ha. Onu elə iti qovan kimi qovaram. Az kes sesimi, gözün çıxsın sən. Ne tane hürür orada? Evet. Ne var az? Az gözün çıxmasın, yavaş danışsana. Səsin başıma düşür, yatamıram. Bir dəqiqə deyəm ama. Az, səsin başıma düşür, cəhənnəm ol, git hamamda yat. Korsan, gör bizi adamdan danışıram. Hə mama, 15 dəqiqə zəng eləyirəm. Özü dərmanlarımı vaxtı-vaxtında at, ha, anacığım. Evet. Sağ ol, sağ ol. Az bana su ver dermanlarımı atımdan ha. Yesin Baho! çopak kızı yesin. Sənin haran ağrır ki, sən bütün ili dərman içirsən. Sənin heç yerində ağrımır. Kirpi baş. Ha. Güzel, dur buradan. Niye? Dur. Az oturmuşam da ana. Az dur. Cehizliyim əzmə. Oturursan yanımın yeri qalır. Ha. Sen bana gelin olan güne taş düşeydi taş. Öyle sənin başıma düşeydi. Az benden hele danışıp yüreğimi partlatma. Mənim üçün amacı olub. Ağız.
Sənin də oğlun var, Var. Vaxt gələcək, bu oyunları gətirəcək gəlinin başına da ya. Az. Mən oğluma elə tərbiyə verməmişəm ki, onun arvadı mənim üzümə qayıtsın. Az. Özü də, yəqin ki, sən ifritə gəlin olmusan ki, sənin qabağına da mənim kimisi çıxıb da. Az demədim üzümə qaytarma məni. Hələ harasındır? Hələ sənin axırıma çıxacaq mən, az. Ya gəl, Ölü iyi gəlir sənə. yaxın gəl. Hə. İt qızı. Kiməsə bu mənzərə tanış gəldi ümumiyyətlə, qonşuda, qohumda. Hə? O tərəfdə kimsə gürültülü alqışladı. Amma öz aramızdır, əziz dostlar, hər bir qadın ailə qurub evlad sahibi olmaq. Ana olandan sonra da evladının toyunu görməyi arzulayır. Toydan sonra da qaynana olmaq arzusuyla yaşayır. Bütün zamanların ən aktual mövzularından biri qaynana, gəlin münasibətləridir. Bu haqda filmlər çəkilib, bu haqda mahnılar yazılıb. Amma bizim bugünkü bu şəhərdənin gəlin qaynanası qısa zaman ərzində bir ömrün tarixçəsini sizə göstərir. Tam olduğu kimi, onların yanaşmasında. Artıq gəlinin oğlu böyüyüb, gözəl təmtəraqlı, zərri zibonlu toy eləyiblər. Toyun səhərisi təzəcə qaynana olan həmin xanım və təzə gəlin münasibətləri sizcə nəyi xatırladacaq? Deyirlər, tarix təkrarlanır. Görəsən, bizim qaynana gəlin münasibətlərinin tarixi təkrarlanacaqmı? Baxıb görərik. Toydan 25 il sonra. Belə xoş gəlmişsən, səfa gətirirsən. Ay qızım, öz evimə belə gülər üzlə gəlmişsən, əcəb eləmişsən. Çox sağ ol. Can, oğlumun iyi gəlir ona. Düz oğlun iyi verirlər. Can, Heç nə, çox sağ ol ayana, çox sağ ol. Çox sağ ol. ay qızım, deyirəm gün orta nə yeyəsən? Deyirəm, anan sana pişirsin. Narahat olma, elə anam pişirib göndərib. Doğru da. Hə, bugündən də mətbəx mənli idi. Narahat olma. Ay qızım, bir şey bacarırsan. Belə də. Can, can. Allah sənə tərbiyə verən ananın canını sağ eləsin. Amin. Ana demişkən, işdir, darıxdı, götür telefonu, nə qədər istəyirsən danış. Qurbandırsan, istəyən mənim qeybətimi elə. Sənin kimi qaynana ilə heç darıxmaq olar. Düz deyirsən, ay qızım, bax, sən qaynananla nətər yaxşı oldun, gələcəkdə sənin də gəldi, sən üçün yaxşı olar. Deməli sən də haçansa öz qaynanava yaxşı olmusan ki, sənin qabağına mənim kimi gəlin çıxır. Düz deyirsən qızım, düz deyirsən. Kaş ki axıra kim belə olaydı. Amin. Gedə işinə. Səhv olarsan mən.